23-cü hədis. Əbdullah İbni Məsud nəql edir ki, Həzrəti Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyurdu: Hər kimdə 4 xislət olsa, münafiqdir. Əgər bir şəxsdə onlardan biri olsa, onu tərk edənə kimi onda bir nifaq xisləti vardır. Danışanda yalan danışsa, vədə verəndə əməl etməsə, əhd peyman bağlayanda hilə işlədib onu pozsa, bir kəslə savaşanda söyüş söysə. Bil ki, Həzrəti Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləmdən və məsum imamlar əleyhissalamdan münafiqlərin əlamətləri barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Lakin onların hamısını burada qeyd eləmək mümkün olmadığına görə bir rəvayəti təqdim edirik. İmam Cəfər Sadiq əleyhissalam nəql edir ki, Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm belə buyurmuşdur: Hər kimdə 3 xislət olsa, hərçənd oruç tutsa, namaz qılsa və müsəlman olduğunu güman etsə belə, münafiqdir. Birincisi, ona tapşırılan əmanətə xəyanət etsə. İkincisi, danışanda yalan desə. Və üçüncüsü, vədə verəndə əməl etməsə.